Övladınız motosiklet sürür və onu motosikletdən uzaqlaşdıra bilmirsiniz. Başına bir şey gələr deyə narahatsınız. Salam, mən motosiklet təlimçisiyəm. 6 ildir aktiv motosiklet sürücüsüyəm. Az yaşlı bir neçə tələbəm var. 12 yaşda, 14 yaşda, 16 yaşda. Onların valideyni ilə söhbət aparanda hamısının ortaq qurduğu tək bir cümlə var. Neynəsəm də uşağımı motosikletdən uzaqlaşdıra bilmədim. Dedi ki, sən neynirsən elə, mən onsuz da böyüyəndə özüm gedib gizlin alıb sürəcəm. Mən də gördüm ki, rast ki belədir. Dedim heç olmasa hər şeyin ən doğrusu nədirsə onu eləyim. Ona görə də gətirmişəm təlimə. Ona da bir şərtim oldu ki, sürücülük vəsiqəsi almadan, 18 yaşını tamam eləmədən yola çıxmayacaqsan. Get təlimdə sür, qurdun ölsün. Bu saydıqlarım valideynlərin qurduğu ortaq cümlələrdir. Buradan bütün valideynlərə illərin motosiklet təlimçisi kimi səslənirəm. Uşağınızı təlimə yazdırmamış, ona motosiklet almayın. 18 yaşı olmamış, ona motosiklet almayın. Yol hərəkəti qanunlarını öyrənməmiş və ən əsası motosiklet sürməyin ən böyük əsaslarını, detallarını öyrənməmiş ona motosiklet almayın. Ən azından bir təlimçi ilə məsləhətləşin. Elə motosiklet var ki, səhvi bağışlayın. Hansısa məhəllə uşağından, qohum uşağından öyrənməyinə icazə verməyin. Hər motosiklet sürücüsündən təlimçi olmaz. Uşağınız motosikletin üstünə oturub məhləni 2 qrup fırlanıb deyə öyrənib demək deyil. Müəyyən həyati təhlükəsizlik qaydaları var ki, bunları yalnız və yalnız praktika ilə peşəkar təlimçidən öyrənməlisən. Motosikleti şəhərdə rahatlıqla sürə bilmək o demək deyil ki, sən hər şeyi öyrənmisən. Motosikletlə 1 saniyə ərzində qərar verib manevr etməyi öyrənməlisən. Motosikleti sürmək yox, dayandırmağı öyrənməlisən. Bunu da yalnız və yalnız təlimdə öyrənə bilərsən. Uşağınızı motosikletdən uzaqlaşdırmağı bacarmırsınızsa, heç olmasa doğru yönləndirməyi bacarın. Qoy onun könlü olsun deyə ona 300, 600, 1000 kubluq motosikletlər alıb çöllərə buraxmayın. Son vaxtlar ölkəmizdə baş verən qəzaların əksəriyyətinin altından az yaşlı uşaqlar çıxır. İnsan motosikletin üstündə öləndə səhvi həmin qəza anında eləmir. Səhvi lap əvvəllərdən eləyir. Əgər həmin insan motosiklet sürməyi təlimdə öyrənməyibsə, səhvi hələ lap başdan təlimə getməməkdə eləyib. Kimisi aldığı motosiklet onun təcrübəsinə uymur deyə səhv eləyir. Kimisi sadəcə həmin gün dəbilqəsinin kəmərini bağlamır deyə səhv eləyir. Evdən çıxanda əynin geyinmir. Kimisi ani əyləcləmə öyrənməyib deyə səhv eləyir. Kimisi open face, yəni ki, çənəsi açıq kaskadan istifadə eləyir deyə səhv eləyir. Yadda saxlayın, motosiklet üstündə ölüm yaxud xırda bir qəza, günah qarşı tərəfdə olsa belə sizin ard-arda etdiyiniz səhvlərin nəticəsidir. Özünüzlə dürüst olsanız, nə demək istədiyimi başa düşərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Təkərinizə daş dəyməsin.